Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Baba və Nənə adlı Alman nağılını danışacağam. Baba çox qocalmışdı. Gözləri zəif görür, qulaqları yaxşı eşitmirdi. Ayaqları da heydən düşmüşdü. Bir təhər addım atıb yeriyirdi. Amma buna gəzmək yox, ayağını sürmək demək olardı. Zavallı babanın təkcə ayaqları zəif değildi. Əlləri də titrəyir, əlinə aldığı qaşığı ağzına çətinliklə aparırdı. Gəlini gətirən şorbanı yeyənə qədər yarısını üstünə, süfrəyə və yerə tökərdi. Oğlu və gəlini bu vəziyyətə çox hirslənirdilər. Qocanı danlayıb acıqlanırdılar. Amma onun əlindən nə gəlirdi ki? Yazıq baba elə qocalmışdı ki, hərəkətlərini idarə edə bilmirdi axı. Bir gün oğul özünü ələ ala bilməyib dilə gəldi. Atacan, sən artıq süfrə arxasında yemək yeyə bilmirsən. Bundan sonra sənə bağçadakı daxmada yemək verəcəyik. O gündən sonra qocaya bağçadakı daxmada yemək verməyə başladılar. Qab əvəzinə hər yeri çatlamış köhnə boşqab verdilər. Yeməkləri də yerə töküb israf olmasın deyə azaltdılar. Zavallı qoca heç nə deməsə də gözlərindəki qəm-qüssə daha da artdı. Yemək vaxtı otaqdan gələn sevinc və gülüş səsləri tənhalığını lap çox hiss etdirirdi. Günlərin birində qoca boşqabı əlindən salıb sındırdı. Səsə gələn gəlin yerdə qırılmış qabı görüb çox hirsləndi. Evdən bir taxta qab gətirib qocaya verdi. Artıq yeməkləri bu taxta qabda yeyəcəksən. Yerə düşsə də qırılmayacaq. Əsl sənə uyğundur. O gündən sonra qoca yeməyini taxta qabda yeməyə başladı. Amma ağzına qoyduğu hər qaşıq şorba ona zəhər kimi gəlirdi. Bir gün oğlu ilə gəlini evdə yemək yeyərkən 4 yaşlı kiçik oğulları yerindən qalxıb nəsə etməyə başladı. Taxta parçalarını yan-yana düzür, onları bir-birinə yapışdıraraq sandıq kimi bir şey quraşdırmağa başladı. Ana və atası sevimli oğullarının hansı oyunu oynadığını öyrənməyə çalışdılar. Amma anlaya bilmədilər. Axırda soruşmağa qərar verdilər. Oğlum, nə edirsən? Sizin üçün taxtadan yemək qabı düzəldirəm. Toyuqların qabağında olan qabdan. Siz də babam kimi yaşlananda bu qabda yemək yeyəcəksiniz. Ər arvad bir-birinin üzünə baxdılar. Babaya qarşı etdikləri hərəkətdən çox utandılar. Həmin gecə babanı daxmadan evə gətirdilər və onları bağışlamağını xahiş etdilər. O gündən sonra baba süfrəyə yemək dağıdanda da heç hirslənmədilər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.